Salam əziz dostlar, əziz izləyicilər. Diqqətli tamaşaçılarımız xatirələrində olar, yaddaşında olar ki, biz bir zaman Qızıl Açar şirkətinin rəhbərliyinin qardaşı haqqında danışdıq. Məmmədzadə Zamiq gəldi, şikayətdə bulundu. Deməli, təxminən 3 gün bundan qabaq sağ olsun Qızıl Açar şirkətinin rəhbəri Zahir bəy məsələni şəxsən götürdü nəzarətə, məsələni razılaşdırıldı. Demək olar ki, həll olundu məsələ. Burada mən bir məsələni vurğulayım, dəyərli dostlar. Ümumiyyətlə, burada şirkətin özü ilə bağlı, Qızıl Açar şirkəti ilə bağlı şikayət olmayıb, şikayətdə bulunmayıb Məmmədzadə Zamiq. Təbii ki, ona görə də bunu mən vurğulamalıydım. Xoş gördük. Salam Emre müəllim, çox sağ olun, minnətdaram. Nə baş verir? Necə oldu məsələ? Mən sizə təşəkkür etməyə gəlmişəm, çox sağ olun. Yəni neçə bir vaxtda mən köməklik elədim, gəldim, yəni səsimi çatdırır. Yəni mən Zahir müəllimlə görüşüm, Qızıl Açar. Mənim Zahir müəllimin şirkətinə bağlı ümumiyyətlə yəni problemim yoxdur, nə də olmayıb. Yəni ona belə şirkətlə problem olmuyor. Sadəcə olaraq mən müşfiqlə olub belə, yəni o görüşdük, oturdu, söhbət elədik. Yəni o Zahir müəllim öhdəsinə götürdü. Dedi ki, inşallah yəni yaxşı oldu. Mən yəni o buradan yəni sizə təşəkkür etməyə gəlmişəm. Çox sağ olun, minnətdaram. Allah var etsin sizə. Mən yenə də deyirəm, Zahir müəllimin şirkətinə bağlı mənim heç bir problem yox. Qızıl Açar şirkətinə. Zahir müəllimə təşəkkür bildirirəm ki, sağ olsun, gəldi, oturdu, söhbət elədik. Hər şey qaydasındadır. Çox olun, minnətdaram. Allah sizlərə qoysun. borcumuz da ki, məsələlər həllini tapsın. Başqa bir şikayətin, tələbin yoxdur ki. Heç, çox sağ olun, var olun. Bəli, dəyərli dostlar, mənim çatan məlumata görə məsələ danışılır, məsələ öz həllini tapıb, razılaşıblar. Mən də buradan bir daha Zahir bəyə ağsaqqallıq elədiyinə görə təşəkkür edirəm. Qızıl Açar şirkətinə də uğurlar arzulayıram. Sağ olun, sağlıqla qalın.